Unit 14 Grammar. Birinci tapşırığımız artikellandı. Tbilisi şəhər, Georgia ölkə. Heç biri artikella işlənmir. Ona görə A qalacaq, Y qalacaq. Of sözündən əvvəl adətən biz Z veririk, çünki bu onu təyin edir. Bildiyimdə Gürcüstanın paytaxtı. Artıq hansı paytaxtdan söhbət gedilir bilinir. Ona görə müəyyən olacaq Y variantı. İkinci, baxaq burada bizdən modal feil istəyir. Modal feil istəyəndə bir onun zamanına baxacağıq, bir də mənasına. Gəlin ilk zamana baxaq. Baxıram ki, burada keçmiş zaman var. Deməli, uzlaşmalıdır. Mən indiki zamanda olan modal feil işlədə bilmərəm. Bir də cümlədə hardly var. Baxın, hardly'nin mənasını biz bilirik ki, inkarlıq var. Ona görə ondan ikinci bir inkar işlənə bilməz. Qaldı B və D variantı. Bu fiziki olaraq bacarmaqdır. Bu da icazə verilmiş, icazə mənasında işlənir might. Cümləyə baxıram ki, hansı uyğun gəlir. Did you have a conversation with your friend last night? Dünən dostunla söhbət etdinmi? No, it was so loud in the cafe that I hardly hear myself. Yox, kafedə o qədər səs-küy var idi ki, mən güclə özümü eşidirdim. Artıq burada bacarıq, fiziki bacarıqdan söhbət getdiyi üçün could verəcəyik. Üçüncü testimiz yenidən article-la bağlıdır. The Quran is holy book of Muslims. Of var deyə yenə birinci tərəfdə Z verəcəyik. Bu gedəcək, bu gedəcək. Muslims müsəlmanların. Burada baxın, bunun heç bir təyini yoxdur. Ümumilikdə müsəlmanlardan söhbət gedir deyə mən onunla article işlətməyəcəm. Y variantı. Burada quantifiers. After the illness, she had to study. Faildir. Deməli, mənə zərf lazımdır. Burada zərf hansıdır? B. Study a lot. To join the group at school. Burada nədir? The food tasted. Bu sifət zərf mövzusudur. Biz öyrənmişik ki, bəzi isimlər, bəzi feillər zərflə yox, sifətlə işlənir. Niyə? Onlar dinamik deyil, hərəkət bildirmir. Onlar stativ və linking verbdir, bağlayıcı və stativ feillərdir. Onlar hal vəziyyət bildirir. Yeməyin necə dadmasından söhbət gedirsə, mən burada zərf saxlamayacağam. Var A, var C. Yəni bad, good tamamilə antonimdirlər. Bu zaman mən artıq baxacağam ki, mətn, yəni cümlənin mənası məndən nəyi tələb eləyir? I ate it with great pleasure. Böyük məmnuniyyətlə yediyim şey əlbəttə ki, gərək ki, dadlı olsun. The food tasted good. 6. Burada əvəzlik var. I should find who var. Who varsa anything gedər, something gedər. Bunlar isimsiz işlənmirdi. Somebody, yəni mənə isim əvəzinə işlənən törəmə lazımdır. Somebody who can give me some information on this question. 7. Doctor told that we had eat bread sayılmır. Sayılmırsa bu gedər, bu gedər. More bread or little less bread. And he spent time sayılmır, few olmaz, fewer olmaz. A variantı. Həkim bizə dedi ki, az çörək yiyin, çox gəzin. Was a dense fog that day, was very foggy that day. Bu zeri-zeraya aiddir. Burada D variantı olacaq. Həmin gün sıx duman var idi. Var idi, zeri-zera olur. Həmin gün dumanlı idi. O zaman it olur. It was very foggy that day. 9. My eyesight was quite good, so I. Burada yenə gəlirəm modal feil. Birinci zamanla uzlaşdıraq. Bunu silək, bunu silək. Çünki bunlar indiki zamandadılar. Hadn't to deyə bir şey yoxdur. Had to'nun inkarı didlə düzələr. Qaldım A və C variant arasında. Artıq mənaya baxacağam.
Mənim görməm yaxşı idi, olduqca yaxşı idi. Ona görə də eynək taxmalı deyil, o taxmalı olmadı. Didn't have to. 10. Bizdən nisbi əvəzlik istəyir. Person isim gəlib və xəbər gəlib. O zaman C variantını alacağım. Which cansızlarla işlənir. Whose iki isim arasında işlənir, çünki yəlik bildirir. What nisbi əvəzliyi yoxdur. Whom'dan sonra isə xəbər gəlməzdir. Bu tamamlıqdır. Okay, 11. Zaman uzlaşması. I think she came back to Istanbul when. Deməli, zaman budaq cümləsidir. Zaman budaq cümləsində bilirəm ki, gələcək və indiki zaman uzlaşır. Bağlayıcıdan sonra həmişə indiki olmalıydı. Bu getdi, bu getdi, bu getdi. She, üçüncü şəxsin tək olduğu üçün bu da getdi. S lazımdır orada mənə mütləq. Ona görə C variantı. 12. Waste means. Məndən waste sözünün definition'ı soruşur. Waste nə deməkdir? Həddindən artıq istifadə etmək, yəni lazımdan artıq israf etmək. Bu C variantıdır. To use more than necessary. Lazımdan artıq istifadə etmək. To talk more than needed. Lazım olan artıq danışmaq deyil. Əşyaları hesablamaq deyil. Yol göstərmək deyil. Gözləmək deyil. 13. Yenidən zaman uzlaşması. Burada until var. Yenə zaman budaq cümləsidir. Mən axtaracağım nəyi? Gələcək plus indiki. Çünki budağım ikinci tərəfdədir. Mən bilirəm ki, bağlayıcıdan sonra, yəni budaq cümlə həmişə bağlayıcıya birləşir uşaqlar. Bağlayıcıdan sonra indiki sadə, digər tərəfdə baş cümlədə isə gələcək işlədirəm. Bu keçmişdir, olmaz. Bu ikinci tərəf gələcək olmaz. He recover olmaz. Recovers, has recovered olmaz. D bəndi.